Goranboy rayon icra hakimiyyətində keçirilən qəbul zamanı xuliqanlıq etmiş vəzifəli şəxs həbs olunub. Bölgə TV xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. Rayonun Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində çalışan Qızılhaclı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov qəbul zamanı rayon icra hakimiyyət rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlətdiyinə və icra başçısının müavini Əliyevə hücum etdiyinə görə polis tərəfindən saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilən vəzifəli şəxs məhkəməyə göndərilib. Məmmədov ifadəsində bildirib ki, torpaq sahəsi icarəyə götürmək niyyəti olub və buna görə də qəbula gedib. Özümü 510-cu maddə ilə təqsirli bilirəm. Goranboy rayonu Su və Meliorasiya İdarəsində icraçı direktor vəzifəsində işləyirəm. Həmin gün icra hakimiyyətində keçirilən vətəndaşların qəbulunda iştirak etmək üçün getmişdim. Məqsədim Qızılhaclı qəsəbə ərazisində xırdaboynuzlu heyvanların otarılması üçün torpaq sahəsi istəmək idi. İcra başçısının müavini Əliyev mənə bu barədə izah verdi. Lakin mən əsəbləşərək uca səslə səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başladım. Qafqaz İnfonun yazdığına görə icra başçısının müavini isə qeyd edib ki, Məmmədova digər vətəndaşlarla eyni münasibət göstərilib. O, ümumi örüş sahəsinin öz adına sənədləşdirilməsi ilə əlaqədar qanunsuz iddialar irəli sürdü. Bu zaman Goranboy rayon icra hakimiyyəti rəhbərliyi tərəfindən həmin şəxsə qanuni izahlar verilməsinə baxmayaraq, qanunsuz tələblərini yenidən aqressiv şəkildə uca səslə deməyə başladı. Bir daha həmin şəxs izah verilsə də, Goranboy rayon icra hakimiyyəti rəhbərliyinin ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başladı. Hətta bununla kifayətlənməyərək məni vurmağa çalışdı. Bu səbəbdən həmin hadisənin şahidi olan şəxslərlə birgə akt tərtib edildi. Goranboy rayon məhkəməsinin qərarı ilə Məmmədov 6 sutkalıq həbs edilib. Dilbər Vüqar qızı, Bölgə TV.